Deyim 20 sınaq 3-cü qrup suallarının izahına davam edirik. Bloka dəstək üçün həmin kitabdan bir sualın izahına baxaq. Tiranların vəhşi pişikləri bugünkü cəmiyyətdə ədalətli siçanlardan yaxşıdır cümləsi haqqında səhv fikri müəyyən edin. Biz cavablara baxanda görürük ki, cavablarda fonetikaya aid cavablar verilib. Ona görə biz sözləri tələffüzünə baxaq. Tiranların kim tələffüz olunur? Tiranların vəhşi pişikləri xışdırıq. Sonra bugünkü cəmiyyətdə y düşür. Ədalət lıya çevrildi burada. Siçanlardan buradakı n-ya çevrildi. Sonra yaxşıdır kimi tələffüz olunur. İndi bir cavablara baxaq. Tərkibində qarşılığı olmayan eyni cinsli samitlərin qoşa işləndiyi sözlər var. Eyni cinsli samitlərin qoşa işləndiyi və qarşılığı olmayan sözlər hansılardır? Tiranların 2 dənə n var və siçanlardan burada da 2 dənə n var. Bu iki sözə görə A bəndi doğru cavabdır, amma bizə nə lazımdır? Səhv fikir. Səs düşümü baş verən sözlərin kökünün deyilişi ilə yazılışı fərqlənmir. Səs düşümü bir cəmiyyət sözündə, baxın, bir cəmiyyət sözündə səs düşümü var. Bir də yaxşıdır sözündə səs düşümü var. Bu iki sözün kökü fərqli tələffüz olunmur. Bu cəmiyyət sözünün kökü cəmdir, cəm, fərqli tələffüz olunmur. Yaxşıdır sözünün kökü də yaxşı sözüdür, yaxşı. Bu da fərqli tələffüz olunmur. Bu da doğru cavabdır. Yəni bir də təkrar edirəm, səs düşümü baş verən sözlərin kökünün deyilişi ilə yazılışı fərqlənmir. Cəmiyyət sözünün kökü cəm, yaxşıdır sözünün kökü yaxşı, heç birisi fərqlənmir. Bu da doğru cavabdır. D bəndinə baxaq. Eyni hərf müxtəlif sözlərdə müxtəlif sami səslər ifadə edib. Eyni hərf burada hansıdır? Məsələn, tiranlar sözündə l hərfi, bu bir l. Sonra pişiklərində l olduğu kimi qalır. Ədalətli sözündə ikinci l. Siçanlar sözündə də yenə l. Bu üç hərf, eyni hərf, müxtəlif səslər kimi tələffüz olunur. İkisində n kimi tələffüz olundu, ədalətli sözündə isə d kimi tələffüz olundu. Bu da doğru cavabdır. Yəni eyni hərf, 3 dənə l hərfi, müxtəlif sözlərdə müxtəlif samit səslər, məsələn, ədalət, siçanlar kimi tələffüz olundu. Y bəndi. Yazıda işarəsi olmayan samit səsin işləndiyi sözün deyilişi ilə yazılışı fərqlənir. Yazıda işarəsi olmayan samit səs hansıdır? Xıştırıq. Xıştırıq burada bir cümlədədir. O da, daha doğrusu bir sözdədir. O da burada qeyd etmişdik pişiklər sözündə. Pişiklər sözündə necə deyir burada? Deyir ki, yazıda işarəsi olmayan, yəni samit səsin işləndiyi sözün, yəni pişikləri sözü təbii ki, deyilişi və yazılışı fərqlənir. Yəni burada məntiqlə də fərqlənməlidir. Çünki xıştırıxın deyilir ki, yazıda hərfi yoxdur. Xıştırıq varsa, hansısa bir sözdə xıştırıq səsi varsa, deməli bu fərqlənir, yazılışı və deyilişi fərqlənir. Bu da doğru cavabdır. Qaldı bizim C bəndi. 3 sözün tərkibində eyni cinsli samit qoşalığı var. Əslində 3 sözdə hansılardır? Tiranlar 2 dənə n, siçanlar 2 dənə n yenə də. Bir də cəmiyyət sözü var, 2 dənə y var burada. Bu təbii ki, çaşdırmaq üçün verilibdir bu cavabda. 2 n doğrudur, amma cəmiyyət sözündə bir dənə y düşmüşdü axı. Ona görə 3 söz yox, burada 2 söz olmalıydı. Səhv cavab buna görə də hansı oldu? C bəndi.